Salam, mən doktor Alşan Paşazadə, uşaq cərrahı və uşaq uroloqu. Bugün məişət şəraitində ən çox rast gəldiyimiz vəziyyətlərdən biri yağ cismi udulmaları haqqında sizə məlumat vermək istəyirəm. Adətən uşaqlar yağ cismi udur, lakin dilə gətirmir, ailələrindən gizlətməyə çalışır. Bəzən ailələr buna qıraqdan şahid olurlar, bəzən isə uşaqların simptomlarına görə qərar verirlər. Əgər bir uşaqda döş qəfəsində ağrı şikayətləri varsa, hipersalivasiya dediyimiz ağızdan çox miqdarda suyun gəlməsi kimi şikayətləri varsa, udma çətinliyi varsa, ümumiyyətlə və yaxud udmadan ümumiyyətlə imtina edilməsi kimi bir vəziyyət varsa, bu zaman yağ cismi udulması barəsində düşünmək olar. Adətən uşaqlar udduqları yağ cismi qida borusunun üst ucu dediyimiz ən dar hissəsində saxlayırlar. 70% hallarda vəziyyət belə olur. Uşaqların ən çox udduğu yağ cismi adətən metal pullar, yəni qəpiklərdir. Bundan başqa uşaqlar bəzən sancaq uda bilirlər, iynə uda bilirlər, bəzən sərt cisimləri uda bilirlər və ən təhlükəli halda batareyaları uda bilirlər. Bu batareyalar silindir şəklində və yaxud yumru şəkildə ola bilər. Ümumiyyətlə uşaq nə udubsa udsun. Əgər belə bir şikayətlər varsa, ailələrə çatdırmaq istəyirəm ki, qida borusunda qalmış bütün yağ cisimlər təcili haldır. Əgər bir uşaq yağ cismi udubsa, mütləq təcili bir şəkildə bir rentgen müayinəsi, ön və yan proyeksiyadan bir rentgen müayinəsi elətdirməliyik və qida borusunun hansı hissəsində bu yağ cismi ilişib qaldığını görmək lazımdır. Əgər bir uşaq yağ cismi olaraq qəpik udubsa, yəni metal pul udubsa, bunu major forceps dediyimiz alətlə biz uşağı yatıstıraraq qida borusu üst ucundan çıxardırıq. Lakin daha təhlükəli hallarda ola bilər. Bəzən uşaqlar iynə udurlar, ucu açıq sancaq udurlar. Bu hallarda uşağın udduğu bu iynə bəzən toplu iynələr olur ki, bir ucu açıq, bir ucu qapalı olur. Qida borusuna gedib sancıla bilər və yaxud mədəyə, mədə, bağırsaqlardan aşağı qida borusu aşağı hissələrindən keçib yumşaq toxumalara keçə bilər və yaxud bəzən qan damarlarına keçib sancıla bilər. Buna görə əgər bir uşaqda belə bir şikayət varsa, mütləq bir rentgen müayinəsi çəkilməyini tövsiyə edirəm. Bundan başqa ən təhlükəli yağ cisimlər arasında batareyalar vardır. Batareyalar silindir və yaxud düymə şəklində olmasından asılı olmayaraq, əgər uşaq udubsa, ilk bir saat içərisində qida borusuna çox ciddi yanıqlar törədir. Buna görə mütləq təcili hal olaraq qida borusunda və yaxud mədədə olan bu yağ cisimlər çıxarılmalıdır. Valideynlərin diqqətinə çatdırmaq istəyirəm ki, əgər bir uşaq batareya udubsa, bir saat içərisində qida borusunu bu həmən yağ cisim yandıra bilər. Buna görə də uşağın qida borusunun deşilmə riski olduğundan və qida borusunun darlıq riski olduğundan təcili olaraq qida borusundakı bu yağ cismi çıxarılmasını tövsiyə edirik.